Bu gün məşqə gəlmək istəmirdim. Dedim biraz yatım, istirahət edeyim, dincəlim, sabah gələrəm. Sonra Instagrama girdim və Məhəmməd Əlinin bir videosu qabağıma çıxdı. Videoda deyirdi: "Məşqin hər dəqiqəsindən nifrət edirdim. Amma dözürdüm. Özümə deyirdim ki, çalış. Bu gün çalış və ömrünün geri qalanında bir çempion olaraq davam et." İndi bu sözləri hara gətirmək istəyirəm? Əgər bir şey etmək istəyirsənsə, et. Pis olanda da et, yaxşı olanda da et, məyus olanda da, keyfin olmayanda da et. Etməlisən. Əgər 1%-in içinə girmək istəyirsənsə, etməyə məcbursan. Yaxşı olanda hər kəs edir. Amma pis olanda etmək, keyfin olmayanda da etmək. Bu marifət istəyir. Mən yata bilərdim, istirahət edə bilərdim. İdmana gəlməyə bilərdim. Amma mən onu etsəm, yəni digərlərdən nə fərqim olur? Onu hər kəs edər. Fərqlənmək, sadəcə fərqlənmək səni qabağa götürər. Sadəcə fərqlənmək səni insanlardan bir addım yox, 100 addım qabağa keçirər. Əgər bir şey istəyirsənsə, əldə edərsən. Əgər əldə etmirsənsə, deməli lazımı qədər istəmirsən.